Yeni klinikada canlıdan canlıya böyrək transplantasiyası əməliyyatını uğurla icra etdik. Yeni klinika komandası bu işin öhdəsindən uğurla gəldi. Xəstəmiz 26 yaşlı gənc xəstəmiz idi. Xroniki böyrək yetməzliyi olan bir xəstəmiz idi. Atasından olan böyrəklə donor olaraq atası idi. Laparoskopik yolla, yəni qapalı yolla böyrək xaric olundu. Atası 50 yaşında böyrəyini verdi. Əməliyyat uğurlu keçdi. Təqribən əməliyyat, yəni donor və resipient əməliyyatı ortalama 5 saat, 5-6 saat civarında davam elədi. Hal-hazırda donor evindədir. Resipiyentin, yəni alıcının müalicəsi davam etdirilməkdədir. Yəqin ki, o da bir 2-3 gündən sonra evinə yazılar. Orqan nəql əməliyyatları artıq bir ildən artıqdır ki, icbari tibbi sığorta zərf daxilində rahatlıqla icra olunur. Bizim də məqsədimiz bu cür əməliyyatları, bu tip ağır əməliyyatları çalışırıq dövlət sektorunda inkişaf elətdirək. Məqsədimiz də budur. Bundan sonra da digər orqan əməliyyatları, eyni zamanda bu işin davamı mən düşünürəm ki, dövlət sektorunda uğurlu şəkildə icra olunacaq.